Salam dəyərli izləyicilər. Qarşıdan 11 ayın sultanı Ramazan ayı gəlir. Bu ayda bizə ən çox verilən suallardan biri oruc tuta bilərlərmi ürək xəstələri? Bu barədə nə demək istəyərdim? Hansı xəstələr bu ayda xüsusilə diqqətli olmalıdır? Son bir ildə ürəyinə stent qoyulmuş xəstələr, son bir ildə miokard infarktı keçirmiş xəstələr. Bu xəstələr ikili qandırıldıcı dərmanlar aldığından uzun müddət susuz qalmaq qanda tromblaşmağa meyl yarada bilər. Ona görə belə xəstələr risk qrupunda İləri dərəcədə ürək çatışmazlığı olan xəstələr sidik qovucu preparatlar alırlar və həm sidik qovucu preparatların təsirindən, həm də gündəlik susuz qalmaqdan da burada tromboz riski artır. Və digər xəstələr, ürəyində aparatı olan xəstələr üçün belə bir məhdudiyyət yoxdur. Ən çox verilən suallardan biri də budur ki, aritmiyaya görə aparatı olan xəstələr, yəni bu risk qrupunda deyillər. Bunlar da kardioloqun nəzarəti altında oruç tuta bilərlər. Yaxşı olar ki, bir də yüksək arterial təzyiqi olanlar, hansı ki dərmana dözümlülüyü az olan xəstələr, bunlar da risk qrupundadırlar. Son bir ildə stent olan, son bir ildə miokard infarktı keçən, kəskin ürək çatışmazlığı və yaxud da xronik irəli dərəcədə ürək çatışmazlığı olan xəstələr, qapaq protezləşdirilmiş xəstələr oruç tutması onlar üçün yəni ziyanlı ola bilər. Normal insanlar üçün isə oruç tutmaq xeyirlidir. Belə ki, bu zaman qanda yaxşı xolesterinin səviyyəsi artır, pis xolesterinin isə səviyyəsi azalır. Bu da insanları ürək damar xəstəliklərindən qoruyur. Əsas qeyd edəcəyimiz nüanslardan biridir ki, siqaret çəkən xəstələr xüsusilə də bu ayda diqqətli olmalıdırlar. İftardan həmən sonra çəkmək ciddi riskə səbəb ola bilər. Belə ki, kəskin damar spazmına, ciddi aritmiyalara, miokard infarktına kimi gətirib çıxara bilər. Və necə qidalanmalıdır ürək xəstələri, xronik ürək xəstələri, hansı ki stabil kardioloq kontrol nəzarətində olan xəstələr, bu xəstələr oruçdan, yəni iftardan dərhal sonra yağlı, karbohidratlı yeməklərdən, xüsusilə xəmir xörəklərindən uzaq durmalı, daha çox tərəvəz, balıq, əti ilə qidalanması məsləhət görülür və kiçik porsiyalarla. Çünki həddindən artıq çox qidalanma qan damar dövranını artırır mədə-bağırsaq traktında. Bu da ürəyin yükünü artırır ki, bu da ciddi narahatlığa səbəb ola bilər. Bu qədər. Yəni